Deyir bir kasıb kişi var imiş. Bu gündə eşeği minib gedərmiş meşəyə. Meşədən odun qırıb gətirib satmaqla ailəsini dolandırarmış. Bir gündə meşədə odun qırarkən ağacın gövdəsindəki ilanı görür. Baltanı qaldırır ki, bu ilanı vurub öldürsün. İlanın baxışları sanki buna yalvarmağa başlayır. Yazığı gəlir kişinin ilana, ilanı öldürmək fikrindən vaz keçir. Baltanı aşağı salır. Baltanı aşağı saldığını görən ilan buna öz minnətdarlığını bildirmək üçün deyir ki, ey qoca, sən ki mənim bağışladın, öldürmədin, mən sənə hər gün gələrsən meşəyə bir dənə qızıl verəcəm. Və gedir, bir kor quyu var imiş, girir o kor quyuya. Biraz keçəndən sonra ilan kor quyudan çıxır, kişi görür ki, ilan gəlir, ağzında qızıl parıldayır. Gətirib qızıl pulu verir kişiyə, kişi də qızılı götürüb, sevinə-sevinə gəlir evə. Satıb öz ailəsinə lazım olan aynı ünləri alır. Bu minvalla kişi hər gün meşəyə gedirmiş, ilandan bir qızıl alıb gətirib öz ailəsini dolandırırmış. Bir dəfə kişi bərk xəstələnir, meşəyə gedə bilmir. Oğlun çağırır yanına, deyir ki, bəs mən xəstələnmişəm, hərəkət edə bilmirəm, sən get meşəyə. Meşədə bir kor quyu var, o kor quyunu taparsan, orada bir ilan var. Ona deyərsən ki, mənim oğlumsan. Dayı, mən xəstəyəm, gələ bilmədim, ona görə atam məni göndərib. Qızılı mənə ver, aparım. Oğlan atasının bu sözlərinə inanmasa da, atasını qırmamaq üçün durub yollanır meşəyə. Gedir meşədə kor quyunu tapır və bu sözləri kor quyuya deyir. Biraz keçəndən sonra görür kor quyudan həqiqətən bir ilan çıxdı, ağzında qızıl. Başa düşür ki, doğrudan da atasının dedikləri həqiqət imiş. Oğlana tamah güc gəlir, insanın tamahı it olur axı. Deyir, fikirləşir ki, elə bu kor quyu qızılla doludur. Mən elə gündə gəlib bu ilandan bir dənə qızıl almaqdansa, elə bu ilanı öldürüm, qızılları da yığışdırım, götürüm aparım da. Yaşayaq özüm üçün. Baltanı qaldırır, ilan görür ki, bunu məni öldürmək fikri var, qaçır. İlan qaçsa da quyruğundan olur. Oğlan ilanın quyruğunu vurur. Quyruğunun vurulmağını görən ilan qayıdıb oğlanı çalır. Oğlan atası ay gözləyir, görür oğlan gəlib çıxmadı. Səhəri bir təhər durub eşeğinə minib yol alır meşəyə. Gedir meşədə görür oğlu kor quyunun başında yıxılıb qalıb. Nəbzin tutur, yoxlayır, görür nəbzi vurmur, nəfəs almır. Deyir, ay oğul, sən neynədin? Bu vaxtı görür ki, ilan o tərəfdən gəlir, quyruğu kəsik şəkildə. Kişi vəziyyəti başa düşür ki, oğlu nə oyun çıxardıb,
İlana üzrxahlıq edir, deyir ki, qardaş biz yenidən dost ola bilərik. İlan deyir, yox qardaş, səndə evlad acısı, məndə quyruq acısı varsa, biz daha dost ola bilmərik. İndi, əziz qardaşlar, insanın başına nə gəlirsə, hamısı tamahın ucbatından gəlir. Xoş o adamın halına ki, öz nəfsinə sahib ola bilir. Nəfsinə sahib olan adam bu dünyada dinc və sakit yaşayacaq. Halal çörəyin qazanacaq, halal dövranın sürəcək. Vay o nəfsinə sahib olmayan insanların halına. Diqqətinizə görə sağ olun.